Salam gözəl qızlarım, həmişəki kimi biz sevinirik, xoşbəxtlik, ana olmağa hazırlaşırıq. Bugün özdən keçmişik, taramalardan keçmişik və şükürlər olsun qızlarım da hər şey yaxşıdır, axıra kimi hər şey yaxşı olsun. İlk növbədə istəyirəm başlayayım bizim Aygün xanımdan, gəlib çox uzaqlardan, rayondan gəlib və müalicə nəticəsində 2 qızımız var hal-hazırda. 3-cü dəfə inşallah ana olar. 17 ildən sonra yenidən ana olmaq arzusu həkim reallaşdırdı mənim üçün. 2 övladım həkimin sayəsində olub. Allah razı olsun. Yaxşı ki sizi tanımışam, yaxşı ki sizin kimi sağlıqlı gözəl həkimi tanımışam. Çox sağ olsun. İnşallah axıra kimi çatar, görkəmlə sizi bir də yola salaq. Çox sağ olun həkim. Mən də 2 övladımı Emrah xanıma əmanət eləmişəm. Bütün müalicələrimi hamısını Emrah xanım eləyib. İndi 3-cü hamiləyəm. Çox şükür ki, yenə də ona əmanət eləmişəm inşallah. Doğuşumuz Sağ-salamat keçirdi. salamatlıqla inşallah şu dünyaya gələr. Sizə İnşallah. güvənirəm, əlbəttə ki. İnşallah. Biz de bugün paketten geçtik. 34 Şükür həftəmiz Allah'a. Bəli. tamam oldu. Bu hamilelik dönemi çok çetin geçti. Ancak yatak rejimi, gematoma ama Qanaxma. çok şükür Allah'a sizin sayenizde bütün hamısının ötesinden geldi. Şimdi her şey yaxşıdır. Bugün paketdən İnşallah keçdik. sağ salamat. Körpəmizlə yola salaq. Doktor iki qat sevinir. Həmləliyimiz çox çətin keçirdi. Bəli, Həstəxanada uzandırdıq, evdə uzandırdıq. Qanaxmalar hətta 25-26 həftəsinə kimi olurdu. Yəni hematoma çox böyüdü, amma şükürlər olsun. Bugün paketdən Çok sağ keçdik. olun, var olun. Bu həftəyə çatdıq, sevinirik. Doktor iki qat sizinlə sevinirik. Çok sağ olun. Sağ olun. Ben de Emrah'ın sayesinde 2 yıldan sonra çetinliğinde olsa Emrah, ben buraya gelenim daha doğrusu inanırdım. Bir neçə yerdə başqa bir, yəni biraz çətinliklə Diaqnozlar qoyulmuş. bəli. Ona görə, amma gələndə bura həqiqətən siz də istəyirmişdiniz ki, inanırdım, yaxşı nəticə əldə edəcəm. Bir kurs müalicə ilə. Şükürlər olsun. 14-15 həftəyə çatdıq, axıra kimi Çox çatdıq. sağ olun, sayınız. Uğurlu müalicəmiz nəticəsində nəhayət ki hamilə oldum. Artıq 34-cü həftədəyəm, 35-i keçdim. Çox yaxşı keçdi bu hamiləlik. Demək olar ki, az qalıb bu yaxınlıqda dünyaya inşallah sağlıqla gətirəcəyik. Çox sağ olun, təşəkkür edirəm hər şey görüb. Sağ olun. Məndə də artıq bir övladım var. İnşallah 2 ildən sonra ikinci övladımı sizin sayənizdə qucağıma alaram. Artıq bir neçə gün qaldı. Çox həyəcanlıyam. İnşallah sağ-salamat uşağımı sizin sayənizdə dünyaya gəlmədim. Çox sağ olun. Allah qoysun. İlk dəfə müalicə nəticəsində Bəli. körpəmiz oldu. Bu da ucu müalicəyə ehtiyac olmadı. İkinci dəfə gəldiniz hazır. Bəli. Çox sevinirəm qızlar. Axıra kimi çataq. Bəli. Sevinək üzümüz həmişə belə gülsün. İstəyənlərə qismət olsun. Hamısı belə sevinsinlər. Hamısı testlər pozitiv olsun. Heç bir qızımızda, ümumiyyətlə heç bir xanımda sonsuzluq olmasın və hamısı gedən kimi həmlə qalıb körpələrlə evlərinə getsinlər, evlərini sevindirsinlər. Amin.